Bugün sizə təqdim olunan mənbələrə bir nəzər salaq. Söhbət Adiore Memarlıq MMC-dən gedir. Bir layihə və tikinti şirkəti. Gəlin baxaq, sizin üçün buradan hansı əsas məqamları çıxara bilərik? Yəni, nə vəd edirlər, necə işləyirlər, bir anlamala çalışaq. İlk baxışda diqqəti çəkən odur ki, şirkət deyir, arzusunda olduğunuz ev, villa layihəsinin tikinti və təmir işlərini layihəyə uyğun zamanda reallaşdırır. Gözəl səslənir, amma gəlin biraz daha, necə deyim, dərinə gedək. Təsəvvür edin, siz ev tikdirirsiniz, ilk nəyə baxarsınız? Yəqin ki, etibarlılıq, rəsmilik. Mənbədə də yazılıb ki, onlar sifarişçi ilə rəsmi müqavilə bağlayır və tikinti inşaat normalarına riayət edirlər. Bəs bu sizin üçün, yəni praktikada nə deməkdir? Baxın, bu çox vacib məqamdır. Rəsmi müqavilə oldur ki, hər şey kağız üzərindədir, öhdəliklər, müddətlər, şərtlər. Yəni, sürprizlərə yer qalmır, belə deyək. Tikinti normalarına riayət etmək isə, bu sadəcə o deməkdir ki, bina möhkəm olacaq, təhlükəsiz olacaq, materialların minimum standartları var. Bu tikilinin təhlükəsizliyinin özülüdür. Sizin üçün bu, işin peşəkar çərçivədə görüləcəyinə işarədir. Etibarlılıqdan danışmışkən mənbədə keyfiyyətinə rəsmi zəmanət verilməsi də xüsusi vurğulanır. Bu, tikinti üçün doğrusu çox cəlbedici səslənir. Bəli, elədir, çox cəlbedicidir. Bu zəmanət adətən o deməkdir ki, müəyyən bir müddət, məsələn 1 il, 2 il ərzində, əgər konstruksiyada ya da görülən işdə bir qüsur çıxsa, şirkət onu öz hesabına düzəldir. Amma gərək müqavilədə bunun detalları dəqiq olsun, əlbəttə. Azərbaycanda bəzən layihədən sonra problemlər çıxır, zəmanət mübahisələri olur. Bunu nəzərə alsaq, belə rəsmi öhdəlik şirkətin öz işinə güvəndiyini göstərir və sizin sifarişçinin riskini azaldır. Bu zəmanət məsələsi birbaşa riski azaltmağa yönəlib, belə deyilmi? Tamamilə. Əsas məqsəd budur. Risklər demişkən tikintidə başqa bir əsas narahatlıq da büdcədir. Xərclər qəfil orta bilər. Baxıram ki, mənbədə onlar sabit qiymətli, sərfəli təmir paketləri təklif edirlər. Hətta vurğuluyurlar ki, əlavə heç bir məbləğ ödəmirsiniz. Bu əladır, amma bəzən belə sabit qiymət, necə deyim, material keyfiyyətində güzəşt demək olmur ki. Çox yerində sualdır. Bu, həmişə ağla gələn ilk şeydir. Mənbədə buna dolayı yolla toxunulur əslində. Sabit qiymətli paketlər, bəli, xərcləri əvvəlcədən bilməyə imkan verir, bu böyük rahatlıqdır, sürpriz yoxdur. Güzəşt məsələsinə gəlincə, orada deyilir ki, inşaat materiallarının keyfiyyət və istehsal yeri düzgün və diqqətlə seçilib. Yəni, iddia budur ki, həm sərfəli qiymət verirlər, həm də müəyyən keyfiyyət standartını qoruyurlar, balans tapmağa çalışırlar. Qiymət sabit olsa da keyfiyyətə nəzarət edildiyini deyirlər. Deməli, təkcə nə tikdikləri yox, necə tikdikləri də önəmlidir, anladım. Mənbədə baxıram doğru və yenilikçi material seçimi, sonra doğru texnikaların istifadəsi, doğru işçilik keyfiyyəti, hətta keyfiyyətli yoxlama. Bütün bunlar uzun müddətli keyfiyyətə, təhlükəsizliyə işarə edir, düzdür? Tamamilə doğrudur. Baxın, bu detallar birbaşa şirkətin şüarı ilə də üst-üstə düşür. Etibarlı tikinti və sağlam gələcək. Bu sadəcə cəlbedici bir söz deyil. Bu, tikinti keyfiyyətinin birbaşa sizin, yəni orada yaşayacaq insanların rifahı, sağlamlığı, təhlükəsizliyi ilə bağlı olduğunu deyir. Öz evində təhlükəsiz hiss etmək çox fundamental bir şeydir axı. Həmçinin şirkətin tam rəsmi və hüquqi formada işləməsi barədəki məlumat da bu etibar məsələsini gücləndirir. Şəffaflıq yaradır. Yaxşı, gəlin yekunlaşdıraq. Bütün bu məlumatlar sizin üçün nə deməkdir? Yəni, əgər bir tikinti işi planlaşdırırsınızsa, Adiore memarlıq haqqında bu mənbələrdən çıxan nəticə nədir? Görünür, onlar rəsmiyyətə, müqavilə, normalar çox fikir verirlər. Keyfiyyətə rəsmi zəmanət verirlər. Büdcəni qorumaq üçün sabit qiymətli paketlər təklif edirlər və ümumilikdə təhlükəsiz, etibarlı tikintiyə fokuslanıblar. Bunlar sizin qərar verərkən nəzərə almalı olduğunuz konkret vədlərdir. Bəli. Və biraz daha geniş perspektivdən baxsaq, bu mənbələr ümumiyyətlə tikinti sektorunda nəyin vacib olduğunu göstərir. Şəffaflıq, proqnozlaşdırıla bilənlik, verilən sözün arxasında durmaq, yəni o zəmanətlər, bunlar çox əhəmiyyətlidir. Və bu, belə bir böyük işə başlayan hər kəs üçün əsas bir sualı yaradır.
Siz seçdiyiniz tikinti şirkətindən nə dərəcədə əminlik gözləyirsiniz və hansı səviyyədə aydınlıq, şəffaflıq tələb etməlisiniz? Bu həqiqətən də düşündürücü bir məqamdır. Üzərində düşünmək üçün bir fikir də buraxaq. Müqavilənin texniki detalları, materiallar vacibdir, amma bir şirkətin sağlam gələcək kimi daha fəlsəfi yanaşması, onların dəyərləri sizin son qərarınıza nə qədər təsir edir?